necə? Yazılış və deyiliş eyni, lakin leksik mənaları tamamilə fərqlidir. Çox mənalı da leksik mənalarında bir məna bağlılığı var. Amma amonimlər isə tamamilə fərqli olur. Bax, məsələn, qol sözünü çox mənalıya aid eləmişdik. Qol sözündə çox mənalıda necə dedik? İlkin mənası, birinci mənası həqiqi olmalıdır. Digərləri törəmə mənaları olmalıdır. Yəni məcazi. Amma amonimlərdə isə bütün mənaları həqiqidir. Bax, məsələn, qol. İnsanın qolu. Tamamilə fərqli bir məna nə deyə bilərsən? Qapıya qol atmaq, məsələn. Gördün, fərqli mənalardır. Və yaxud da imza atmaq, qol atmaq. Bu tamamilə fərqli bir mənadır. Buna görə də qol sözü amonim olur. Qol sözü, çox mənalı sözlər eyni indiksiyasına aid olanda, amonimlər isə tamamilə fərqli indiksiyələrinə aid olur. Yəni, eyni də ola bilər, fərqli də ola bilər, fərqi yoxdur. Məsələn, imza atmaq, qol atmaq, yəni imza atmaq mənasında. Qapıya qol atmaq ikisi də feildir, görürsən? Amma insanın qolu ilə qapıya qol atmaq biri isim, biri feildir. Fərqli indiksiyasına aid olur. Məsələn, elə sözlər var ki, həm çox mənalı ola bilər, həm amonim ola bilər. Məsələn, kök sözü. Kök, məsələn, deyirəm ki, yediyim kök. Yemək mənasındadır. Bu, onun həqiqi mənasındadır. Bir də deyirəm ki, insanın arıq və ya kök olması. Bunu mən görürəm də bir insanın. Bu da insan mənasındadırsa, bu nə fərqli mənalar olur? Bu nə olacaq? Amonim. Bir də deyirəm ki, bax, çox mənalı kimi. Ağacın kökü. Mən ağacın kökünü görürəm. Gördüm. Buna çox mənalı kimi nə deyə bilərəm? Məsələn, sözün kökü. Yəni, sözümün məğzi nədir? Mənim demək istədiyim nəticə nədir? Bu olacaq sözün kökü. Bu da olacaq məcazi məna. Məcazi məna çox mənalı demək istəmirəm. Çox mənalı.